İmam Buxari rahimehullah Bəhz ibn Həkimin hədisini gətirir. Rahimehullahın Bəhz ibn Həkim atasından, o da babasından rəvayət edir. Deyir ki, dedim ki, ya Rasulallah, kimin qayğısına qalım? Dedi ki, ananın. Dedim ki, kimin qayğısına qalım? Yəni, ikinci dəfə təkrarlayır. Dedi ki, ananın. Dedim ki, kimin qayğısına qalım? Dedi ki, ananın. Və dedim ki, kimin qayğısına qalım? Yəni, dördüncüdə Peyğəmbər s.ə.v deyir ki, əbək, atanın. Sonra daha yaxın, daha yaxın. Sonra, yəni, daha yaxın qohum, daha yaxın qohum. Və Bəhz ibn Həkim də təbiindir. Daha doğrusu Bəhz ibn Həkim təbiindir. Atası Həkim ibn Muaviyyə təbiindir. Və babası da Muaviyyə ibn Heydə Əl-Quşeyri Əl-Basri səhabədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabəsidir. Və təbiin atasından və o da öz atasından. Yəni Bəhz ibn Həkimin babası Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu hədisi soruşur. Deyib ki, ya Rasulallah, mən əbar. Kimin qayğısına qalım? Yəni kiminlə daha çox əlaqə saxlayayım? Kimə yaxşı davranım? Bu da göstərir ki, səhabələr həris idilər xeyrə və kiminlə hansı ədəbdə olmağı öyrənirdilər, soruşurdular. Kimin qayğısına qalmağı bilmək istəyirdilər. Və Peyğəmbər s.ə.v cavabında nə deyirdi ki, ummək, anan. Yəni, ən birinci qayğısına qalmalı olduğun şəxs anandır. Ona görə şəriət görsən ki, ananı atadan üstün edib. Peyğəmbər s.ə.v ilk dedi ki, anan. Və sonra yenə soruşur təkrar. Və deyir ki, kimin qayğısına qalım? Deyir ki, anan. Sonra yenə soruşur, deyir ki, anan. Amma İmam Nəvvi deyir ki, rahimehullah, alimlər açıqlayıb, nə üçün Peyğəmbər s.ə.v ananı üstün edib atadan? Və deyirlər ki, çünki çox əziyyət çəkir, yorulur və övladına atadan daha çox şəfqətlidir, daha çox mərhəmətlidir, onun xidmətində durur və çətinliklə onu doğub dünyaya gətirir. Və dünyaya gətirdikdən sonra da çətinliyi qurtarmayıb. 2 il əmizdirib, süd verib ona ki, bədəni qüvvətli olsun, xəstəliyində qayğısına qalıb və beləcə başqa məşəqqətlər hansı ki, ana qatlanır övladının. Övlad böyük olsa da, istər balaca olsun, istər böyük olsun. Ona görə 3 kəs Peyğəmbər s.ə.v qayğısına qalmalı olduğunu vurğulayır. Və sonra deyib ki, atanın. Və Allah Teala buna işarə edib. Loğman surəsi 10-cu ayədə وَاسَيْنَ الْاِنْسَانَ بِوَالِدَيْهِ Biz insana valideyninə qarşı yəni yaxşı davranmağı tövsiyə etdik. Ata ilə ananı cəm edib bu ayədə ilk. Əvvəldə ata ilə ananı cəm edib, sonra xaslaşdırıb ananı. Deyib ki, حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَى وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ Anası onu gündən günə zəifləsə də bətnində daşıyıb. Və sonra deyir ki, وَفِصَالُهُ فِي عَامَيْنِ Və süd əmmiyib ayrılması 2 ildir. Yəni süd əmmə müddəti 2 ildir. Ona görə hədis göstərir ki, sahabələr bilirdilər ki, nədə xeyir var və həris idilər o xeyri öyrənməyə və tələsirdilər haqları öyrənməyə.